gələrsə, ra hərfi qalın oxunacaq və lakin sükunlu radan qabaq i gələrsə, onda ra hərfi nə olacaq? Tərqiq oxunacaq, yəni incə oxunacaq. Əl-ərd. Dad hərfinin məxrəcini düzgün aşkar etmək lazımdır. Dil iki dişin arasına girərək və burada nə edirik? Kəsrəni atırıq. Dad hərfinin üstünə sükun gəlir. Fil ərd. Dil iki dişin arasına girərək dad hərfini deyirik. Ulaikə humul xasirun. Burada ulaikədə vavun, yəni bəzi Quranlarda vavun üstündə belə sükun işarəsi kimi qoyulur. Amma burada da bu Quranda qasr göstərilir. Yəni qısa oxunacaq bu. Ulaikədə demək, burada ləmin üstündə məd var. İndi məddin növünü biz ayrı deyək. Ulaikə işarə vəzlidir. Demək, həmzə məddə aid olduğuna görə bu olacaq məddi müttəsil. 4 hərəkə miqdarında bunu səsimizi qaldıracağıq. Ulaikə kəf hərfini tələffüz edərkən kəfin məxrəci dilin sonu və dilçəyin axırındadır. Qafla kəfi qarışdırmaq olmaz. Kəf yenə deyirəm, kəf hərfi dilin sonu, dilçəyin axırı, qaf hərfin məxrəci isə dilin sonu və dilçəyin başlanğıcıdır. Bax, qafla kəfin fərqi bax buradadır. Humul xasirun.